Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bugün sizinlə irəli və geri sayma mövzusunu öyrənəcəyik. Əgər hazırsınızsa, dərsimizə başlaya bilərik. Dərsdə öyrənəcəyik irəli və geri sayma, 2-2 sayma, tapşırıqlar. Lalə dostları ilə bağçada oynayırdı. Oyunun şərtinə görə uşaqlar atılan zərin üzərindəki xalların sayı qədər irəli getməlidirlər. Lalə 11 ədədinin üzərində dayanır və zər atır. Düşən zərin üzündə 3 xal olur. Deməli, o 11 ədədindən 3 addım irəli getməlidir. Amma Lalə bunu necə edəcəyini bilmir. Buna görə də bizdən kömək istəyir. Əziz şagirdlər, gəlin bu mövzunu öyrənək və Laləyə kömək edək. İrəli və geri sayma. Əziz şagirdlər, bu gördüyünüz nədir? Bəli, doğrudur. Bu gördüyünüz ədəd oxudur. Ədəd oxunda irəli saydıqda ədədlər artır, geri saydıqda isə azalır. Gəlin baxaq. Məsələn, 0, 1, 2, 3, 4, 5. Gördüyünüz kimi ədədləri mən irəli sayıram və irəli saydıqca ədədlər artır. Gəlin indi isə ədədləri geri sayaq. 20, 19, 18, 17, 16, 15, 14, 13. Gördüyünüz kimi biz ədədləri geri sayırıq. Və ədədləri geri saydıqca ədədlərimiz nə edir? Bəli, azalır. Yadda saxlayaq ki, ədəd oxunda irəli saydıqda ədədlərimiz artır, geri saydıqda isə azalır. Gəlin baxaq. 12-dən 4 vahid irəli. Deməli, biz ədəd oxunda 12 ədədini tapmalıyıq. Tapaq. Və 12 ədədindən 4 vahid irəli getməliyik. İrəli gediriksə, sizcə ədədimiz artacaq, yoxsa azalacaq? Bəli, doğrudur. Ədəd artacaq. Özü də 4 vahid. Baxaq. 1, 2, 3, 4. Deməli, 12-dən 4 vahid irəlidəki ədəd neçədir? Bəli, 16-dır. Keçək, baxaq digər nümunəyə. 13-dən 5 vahid irəli. Ədəd oxunda 13 ədədini tapmalıyıq. Tapdıq. Və 5 vahid irəlidəki ədədi tapmalıyıq. Yəni, irəli getməliyik. İrəli gediriksə, bizim ədədimiz artacaq. Bəli, doğrudur. Başlayaq. 1, 2, 3, 4, 5. Hansı ədədin üzərində dayandıq? 18 ədədin üzərində dayandıq. Deməli, 13-dən 5 vahid irəlidəki ədəd 18-dir. Doğrudur. 18-dən 3 vahid geri. Ədəd oxunda 18 ədədini tapırıq və 18 ədədindən 3 vahid geri. Geri deyiriksə, bu zaman bizim ədədimiz artacaq, yoxsa azalacaq? Bəli, azalacaq. Özdə neçə vahid? 3 vahid. Gəlin, 3 vahid geri gedək. 1, 2, 3. Hansı ədədin üzərində dayandıq? Bəli, 15-in üzərində dayandıq. Deməli, 18-dən 3 vahid geridəki ədəd 15-dir. 20-dən 7 vahid geri. Ədəd oxunda 20 ədədini tapırıq və 20 ədədindən 7 vahid geridəki ədədi tapmalıyıq. Geri dediyi üçün ədədimiz təbii ki, azalacaq. Başlayaq. 1, 2, 3, 4, 5, 6 və
7. Hansı ədədin üzərində dayandıq? Doğrudur. 13 ədədinin üzərində dayandıq. Deməli, 20-dən 7 vahid geridəki ədəd 13-dür. İrəli və geri sayma. Ədəd oxunda sual işarələrinin yerinə hansı ədədlər olmalıdır? Gəlin birinci ədəd oxundakı ədədlərə diqqət yetirək. Birinci ədəd oxunda 9 və daha sonra 10 gəlib. Deməli, bu ədəd oxunda ədədlərimiz necədir? Artan sırayla düzülüblər. Yəni 9, 10, sonraki ədəd 11, 11-dən sonraki 12, 12-dən sonra isə 13 gələcək. Gördüyünüz ki, bu ədəd oxunda ədədlər getdikcə artıb. Keçək digər ədəd oxuna. Bu ədəd oxunda isə biz 18 ədədindən əvvəlki ədədləri tapmalıyıq. Bunun üçün biz nə etməliyik? Doğrudur, geriyə saymalıyıq. 19, 18, 17. 17-dən əvvəlki ədəd 16. 16-dan əvvəlki ədəd 15. Keçək digər ədəd oxuna. Bu ədəd oxunda biz gəlin 13 ədədinə baxaq. Birinci 13 ədədindən əvvəlki ədədləri tapaq. 13 ədədindən əvvəlki ədədlər, yəni 13 ədədindən geriyə saydıqda 13 ədədindən əvvəl 12, 12-dən əvvəl isə 11 gəlir. İndi isə gəlin 13 ədədindən sonraki ədədi tapaq. 13 ədədindən sonra hansı ədəd gəlir? Bəli, doğrudur, 14 gəlir. 14 ədədindən sonra 15, 15-dən sonra isə, bəli, doğrudur, 16 gəlir. 2-2 sayma. Əziz şagirdlər, gördüyünüz çiyələkləri necə daha tez saya bilərik? Gəlin, baxaq. Bu zaman biz 2-2 saymadan istifadə edəcəyik. Gəlin 2-2 saymanı ədəd oxunda öyrənək. 2-2 saymaq üçün biz 0 ədədindən başlayaraq 2 vahid irəlidəki ədədləri deyirik. Məsələn, 0 ədədindən 2 vahid irəlidəki ədəd 2-dir. 2-dən 2 vahid irəlidəki ədəd 4-dür. 4-dən 2 vahid irəlidəki ədəd 6-dır. 6-dan 2 vahid irəlidəki ədəd 8-dir. 8-dən 2 vahid irəlidəki ədəd 10-dur. 10-dan 2 vahid irəlidəki ədəd 12-dir. 12-dən 2 vahid irəlidəki ədəd 14-dür. 14-dən 2 vahid irəlidəki ədəd 16-dır. 16-dan 2 vahid irəlidəki ədəd 18-dir. 18-dən 2 vahid irəlidəki ədəd isə doğrudur, 20-dir. Gəlin, indi bu üsul ilə çiyələkləri daha tez sayaq. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 və 20. Gördüyünüz kimi biz çiyələkləri 2-2 saymadan istifadə edərək daha tez saydıq. Əziz şagirdlər, artıq Lalə də bizim kimi öyrəndi ki, 11 ədədindən 3 vahid irəlidəki ədəd 14-dür və buna görə də 14 ədədinin üzərində dayandı. Əhsən sənə Lalə. Tapşırıqlar. Anar şəkildəki kublardan 10 dənəsini üstə qoyub güllə düzəltdi. Kubların neçəsi kənarda qaldı. Əziz şagirdlər, tapşırığı 2-2 saymadan istifadə edərək yerinə yetirin. Video fasilə verərək tapşırığı özünüz yerinə yetirin. Gəlin, indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, biz 2-2 saymadan istifadə edərək tapşırığı yerinə yetirməli idik. Anar şəkildəki kublardan sadəcə 10 dənəsindən istifadə edir.
Deməli, biz 2-2 sayma zamanı 10 ədədində dayanmalıyıq. 2, 4, 6, 8 və 10. Deməli, anar şəkildəki kublardan sadəcə 10 dənəsini, sadəcə bunları istifadə edir. Və digər yerdə qalanlar isə kənarda qalan kublardır. Deməli, sizcə kublarda neçəsi kənarda qaldı? Gəlin, bunu da 2-2 saymadan istifadə edərək tapaq. 2, 4. Deməli, kublardan 4-ü kənarda qaldı. Tapşırıqlar. Səbinə kitabın 12-ci səhifəsini açdı. O, fil olan səhifədən 4 səhifə geri vərəqləyib ayı şəklini gördü. Ayı şəkli hansı səhifədədir? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz yerinə yetirməyə çalışın. Gəlin, indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, Səbinə kitabın 12-ci səhifəsini açır və o, fil olan səhifədən 4 səhifə geri vərəqləyərək ayı şəklini görür. Sizcə, ayı şəkli kitabın hansı səhifəsindədir? Bunu tapmaq üçün əvvəlcə fil şəklinin hansı səhifədə olduğunu tapmalıyıq. Əgər kitabımıza baxsaq görərik ki, fil şəkli kitabın 13-cü səhifəsindədir. Bəli, doğrudur. Deməli, Səbinə 13-cü səhifədən 4 səhifə geri vərəqləyərək ayı şəklini görür. Gəlin, ədəd oxundan istifadə edərək bunu tapaq. Ədəd oxunda əvvəlcə 13 ədədini tapırıq və 13 ədədindən 4 vahid geri gedir. Yəni 4 addım geri gedirik. 1, 2, 3 və 4. Deməli, 13 ədədindən 4 addım geridəki ədəd 9-dur. Bu deməkdir ki, 13-cü səhifədən 4 səhifə geri vərəqləsək, ayı şəklini görə bilərik. Deməli, ayı şəkli 9-cu səhifədədir. Afərin sizlərə. Əziz şagirdlər, biz bugün sizinlə irəli və geri saymaq, 2-2 saymağı öyrəndik. Bu mövzuya bağlı bir sıra tapşırıqlar həll etdik. Ümid edirəm ki, dərsin üçün tam aydın oldum. Gələn dərslərdə görüşənədək.